Salam. Bugün birçok seans iştirakçısını narahat eden sualı cevaplandıracağım. Hatta bunun için resim bile çektim. Burada gördüğünüz koordinat oxudu. X, Y ve 0 nöqtəsi. Bu çəkdiyim isə parabola əyrisidir. Əslində burada nəyi izah etmək istəyirəm? Ən çox soruşulan suallardan birisi bu olur ki, Gülür xanım, bəs məsələn 4 seansdır gəlirəm, amma heç bir irəliləyiş hiss etmirəm. Bu normaldırmı? Və yaxud da ki, şübhə yaranır ki, mən seansdan heç bir nəticə almayacağım kimi qorxuları ola bilir. Bəli, bu tamamilə normal bir prosesdir. Nə üçün? Və düşündüm ki, bunu bu şəkildə izah etmək hər kəsə çox daha aydın olacaq. Biz parabola əyrisinə baxdığımızda görürük ki, 0 nöqtəsi buradır. 1, 2, 3, 4, 5 və əyri hələ də eyni stabil vəziyyətdə qalır. Və yalnızca 5-ci nöqtədən sonra burada bir irəliləyiş görməyə başlayırıq, qalxma müşahidə edirik. Və seanslarda çox zaman belə bir halın olması çox təbii prosesdir. 1 seans, 2 seans və yaxud da ki 5, 6 seans hətta ola bilər. Şəxs seanslardan sonra vəziyyəti ilə müraciət etdiyi problemi ilə bağlı qeyri-adi bir dəyişiklik və yaxud da ümumiyyətlə dəyişiklik hiss edə bilmir, görə bilmir. Bu haqda heç bir fikirlərində dəyişiklik yoxdur. Çünki bu o demək deyil, heç bir dəyişiklik baş vermir. Əslində seans prosesində gördüyümüz kimi hər seansda müəyyən qədər addımlar atılır və müəyyən limitə çatdıqda artıq belə deyil, o özünü sənin həyatında düşüncənin dəyişikliyi ilə və yaxud da davranışın ya da prosesin dəyişikliyi ilə özünü göstərməyə başlayır. Sadəcə olaraq bu proses ərzində şəxsin həqiqətən də səbirli və özünə qarşı şəfqətli olması vacibdir.